Bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun belə bir çıxışı qabağıma çıxdı. Benyamin Netanyahu bildirir ki, bəs 2500 il əvvəl böyük Kir Yahudi xalqını xilas etdi və Yahudi xalqına öz azadlığını geri qaytardı. Biz də o müqəddəs mirasa sahib çıxaraq bugün Fars xalqına, diqqət edin, Fars xalqına öz vəzifə borcumuzu qaytarmalıyıq və Fars xalqını xilas etməliyik. Benyamin Netanyahunun bu çıxışından biz nəyə başa düşürük? Demək ki, İsrailə görə həmən bu müasir İran ərazisi heç də Türk dövləti deyil, Türk ərazisi deyil və Fars xalqının ərazisidir. Yəni İsrail həmən torpaqları, həmən əraziləri Fars torpağı olaraq görür. Və əgər sabahlarım İranda rejim dəyişiləcəksə, Xamenei devriləcəksə, onun yerinə yeni bir hökumət qurulacaqsa, İsrailin həmən o ərazidəki məqsədi və niyyəti orada bir Fars rejiminin qurulmasıdır və Fars rejiminin mövcud olmasıdır. Yəni mən baxıram, son zamanlar Azərbaycanda da mediada bəzi savadsız politoloqlar və jurnalistlər ortaya düşərək İsrail deyir. Sanki İsrail gələcək, orada rejimi devirəcək, orada Cənubi Azərbaycanlılar müstəqil olacaq və yaxud ki, Azərbaycana birləşəcək, Böyük Azərbaycan qurulacaq, Turan qurulacaq. Yəni bütün bunlar xəyal və xülyadır. Ən azından İsrailin belə bir niyyəti və məqsədi yoxdur. İsrail həmən bölgədə heç zaman istəməz ki, bir Türk dövləti qurulsun və İsrailin planına da bu daxil deyil. İsrail Benyamin Netanyahunun da dediyi kimi həmən bölgədə yeni bir Fars rejiminin qurulmasını istəyir. Yəni bu baxımdan həmən o jurnalistlərə, politoloqlara mənim tövsiyəm odur ki, heç də əl-ayağa düşüb burada İsrailin təbliğatını aparmasınlar. Çünki İsrailin məqsədi orada tamamilə başqa bir siyasətdir.